Etdik. Deməli, Azərbaycanın geoloji və geomorfoloji quruluşu, relyefi. İlk vacib sualımız Azərbaycanın sahəsi nə qədərdir? 86,6 6 min min. kvadrat kilometr. Bunu soruşmağımın səbəbi ondan ibarətdir ki, bəzi yoldaşlar var ki, Azərbaycana aid olan sıxlıq məsələlərini tapan zaman yadından çıxardıb orada Azərbaycanın sahəsinə bölmür. O yaddan çıxardır. Bəzi yoldaşlar var. Ad çəkmək istəmirəm. Bunda o cahil. Var da indi Mövlud adında bir cahilimiz var. O eləyir. Məsəl üçün bizdə dəmir yolunun uzunluğuna aid məsələ düşə bilər, və yaxud da ki, çaya aid hər hansı bir deyək ki, məsələ versin, onu verməz düzdür. Avtomobil yollarına aid məsələ verə bilər ki, bu məsələlərdə biz nə etməliyik? Mütləq şəkildə onu sahəsinə bölmək lazımdır. Sual-cavabda burada əsas məsələ imtahanda nə düşə bilər? O haqqında daha çox sual-cavab eləmək lazımdır. Məsəl üçün, Azərbaycanın müasir vəziyyətini alması hansı eralarda olmuşdur? Yəni müasir bugünkü görünüşü əldə etməyimiz. Mezozoik Kaynazoya hatırlayın. Mezozoy və Kaynazoyda. Mezozoyun sonunda, Kaynazoyun əvvəlində artıq yavaş-yavaş. Mezozoyun sonunda artıq Ərəbistan tavası gəldi, toqquşdu. Qafqaz dağlarının yaranma səbəbi də bundan ibarət idi, yəni ki. Kaynazoyun sonunda isə artıq ölkəmiz nə etdi? İlkin vəziyyətini almış oldu. Neçə tektonik zonamız var Sənan? 5 dənə. 5 dənə tektonik zonamız var. Adlarını deyək zəhmət olmasa. Böyük Qafqaz qalxması, yox, hə, Ön Qafqaz köçməsi, Çurana, ondan sonra Orta Araz vilayəti, Hə, sonra nə qaldı? Hə, ikisi qaldı hələ. arıcıl get. Də bax bir enir, bir qalxır da, elə düşün yəni. Birinci mövzusa İkisi görək. Qafqaz. Ön Qafqaz çəkməsi, Böyük Qafqaz qalxması, Kür tektonik çəkməsi, Kiçik Qafqaz qalxması, bir də Orta Araz Ay, sağ ol. çəkməsi. Bir qoyduğumuz ərazi ön Qafqaz çökməsi, iki qoyduğumuz ərazilər hamısı olacaq Böyük Qafqaz qalxmasıdır. Üç qoyduğumuz ərazilər olacaq hamısı nə? Kür çökməsi. Bax burada diqqətli olaq. Bəli. Lənkəran da məsəl üçün bura düşür. 4 yazdığımız ərazilər olacaq Kiçik Qafqaz tektonik qalxması, 5 isə Araz tektonik çökməsi. Araz Cavan çökməsi deyilir buna. Araz Cavan platforması yox. Azərbaycanda ümumiyyətlə platforma anlayışı nədir? Yoxdur. Deyirik. Araz Cavan çökməsi var. Sonra gəldik. Ön Qafqaz tektonik çökməsinə aid olan ərazilər, yəni hansı ərazilərə aiddir bura? Bura mənim aiddir Samur Dəvətçi ovalığı, Şoğullar düzü, bir də ki, Qusar mahalinin bir hissəsi. Qusar mahalinin bir hissəsi. Qusar mahalı düzənliyində hansı dövrün çöküntüləri geniş yayılmışdır? Neogen dövrün söküntüləri. Neogen dövrün çöküntüləri yayılmışdır. Samur Dəvətçi Şollar düzündə sənan hansı dövrün çöküntüləri geniş yayılmışdır? 4-cü dövr antropogen, 4-cü dövr antropogen çöküntüləri geniş yayılmışdır. Desək ki, 4-cü dövrün çökmə süxurları burada varmı? Düzgün fikirdirmi? 4-cü dövrün çökmə süxurları, bəli. Və 4-cü dövrün vulkanik süxurları burada varmı? Düzgün fikirdirmi? Xeyr. Xeyr. Yəni imtahanlarımız şükür Allaha söz oyunundan ibarətdir onsuz da hamısı. Yəni ki, orada bizim qarşımıza 4-cü dövr. Sən tərəfdə imtahandır da. Sən istər-istəməz həyəcanlısan biraz da. Elə baxırsan 4-cü dövr gördün, götürüb gedirsən ki, hə, bu bura aiddir. Xeyr, diqqətlə cümləni axıra qədər oxumaq lazımdır ki, fikir görək nə deyir bizə. Məsəl üçün Mövlud bax, keçən dəfə yazdığın bir dənə situasiya var deyə çay, düzən çayı. Və orada Hə. o situasiyanın bu günlər bir yoldaş var idi, uşaq onunla yoxlayırdım. Orada bu axırına mən də bir gün baxıram. Heç sənə baxana tam baxmamışdım mətnə. Baxıram ki, orada yazıb ki, mətnin axırında çayın axdığı ərazi böyük hissədə akkumulyativ düzənlikdən keçir. Yəni akkumulyativ düzənlikdən keçən bir ərazidən sən götürüb dağ çayı yazmışdın orada. Bax diqqətsizlikdir. Axıra qədər oxumursunuz sualları. Axıra qədər səbirlə altdan xətt çəkə-çəkə oxumaq lazımdır ki, nədir? Yenə də çıxar qarşımda birdən çıxır. Verir sənə Kiçik Qafqazda Qarabağ vulkanik yaylasında 4-cü dövrün çökmə süxurları verir. Bu düzgün deyil. Bu yanlışdır artıq. Orada 4-cü dövrün vulkanogen süxurları nədir? Var deyəcəksən. Samur Dəvəçidə biz bu ərazidə Şollar düz ərazisində nə gördük? 4-cü dövrün çökmə süxurları gördük deyəcək. Yəni bura Xəzərin altından yeni çıxmış ərazilərdir. Gənc süxurların olduğu ərazilərdir. Yaxşı, oradan qalxırıq Böyük Qafqaza doğru. Ümumiyyətlə bu Samur Dəvəçi və Şollar düzü Mövlud dəniz səviyyəsindən yuxarı yoxsa aşağıda yerləşən düzənliklərimizdir? Aşağıdır. Aşağıdır. Burada biz Avraziya görürükmü?
Abraziya, Abraziya görürük mən, bəli. Fikirləşirik. Görürük, bəli. Burada biz alluvial mənşəli düzənlik görə bilərikmi? Alıcıya müəllim niyə görmürük ki? Niyə görməyək ki, görərik. Burada biz gətirmə konusu görə bilərikmi? Bəli, görə bilərik. Görə bilərik. Yəni burada həm abraziya, həm alluvial, həm də gətirmə konusu var. Düzdür, kitablar bizim bunun xırdalığına enmir. Onun hər hansı birini verir. Məsələn, abrazion mənşəli düzənlik verir orada çox vaxtı bizə. Amma hər üçünü görməyimiz mümkündür deyəcək. Sonra qalxdıq Böyük Qafqaza doğru gedirik. Böyük Qafqazda hansı əlbəttə deyirəm, mövcud sən deyirsən, hansı coğrafi obyektləri tanıyırıq? İlk olaraq silsilələrdən deyək, yoxsa silsilədir burada hamısı demək olar ki, Böyük silsilələri də Qafqazda görək. deməli, Baş Qafqaz silsiləsi, yan silsilə, ondan sonra Baş Qafqaz silsilə, yan silsilə, Qusar müalicənin digər bir hissəsi, ondan sonra mən Ləngəbir silsiləsi, Qovdağ, Niyal dağ, ondan sonra Ələt tirəsi, Gicək tirəsi, Qobustan alçaq dağlığı. Yaşımız. Ha, bu ərazilər dedin yerləşir, eləmi? Mən səndən Bəli. razı. Burada Azərbaycan xəritəsi varmı? Kontur xəritə. Var. Hı. Götürürəm Azərbaycanın kontur xəritəsini gedirəm. Burada hansı hissə yerləşdi birinci? Baş Qafqaz silsiləsi. Qafqaz müəllim. Burada Orada yan silsilə. təpənə dəysin yan silsilə. Yan silsilə yox. Sudur Sudur silsiləsi. Sudur Sudur silsiləsi. silsiləsi. Oradan da çıxır yan silsilə. Yan silsilə. Təxmin çəkirəm. Qovdaq, Ləngəbis, Ələt Orada tirəsi. Niyal dağ, Ləngəbir silsilələri. Biraz çox getdim, mən aşağı. Belə olar. Belə. Qovdağ, Niyaldağ, Ləngəbiz. Qov, Niyal, Ləngəbiz. Burada. Ələt Ələt. tirəsi. Ələt tirəsi. Burada bir dənə də tirə var. Onun adı nədir? Gicək tirəsi. Burada bir Bəli. düzənliyimiz var. Yaşma, Yaşlı. Xızıran. Xızıran ərazisində. Qobustan Abşeron Xırda təpəliyi, bir də Qusar Mahalı düzənliyinin kiçik bir hissəsi nə etdi? Burada yerləşdi deyəcəksən. Bəli. Və buranın Bəli. əsas coğrafi obyektləri hesab olunacaq. Bəli. Yaxşı. Böyük Qafqaz tektonik qalxmasında nə deyək? Bu Rusiya ilə sərhəddə düşən silsilələrimiz hansılardır? Elə mənim Baş Qafqaz hissəsidir və Sudur hissəsidir. Rusiya. Yan silsiləsinin xarici ölkənin sərhəddi varmı? Xeyr. Yan silsiləsinin yoxdur. Bəli. Baş Qafqazın ən yüksək zirvəsi Bazarcı. Bazarcı zirvəsi, bəli, Bazarcı. 4466 metr. alçaqda. Azərbaycanın desək ki, mütləq hündürlük nə qədərdir? Necə müəllim? Mütləq hündürlüyümüz nə qədərdir? Elə Bazarcı zirvəsidir. Bazarcı zirvəsidir. Bizə əgər desək ki, hündürlük amplitudası nə qədərdir? Hə, hündürlük amplituası desək, onda biz Bazar düzündən ən alçaq nöqtəmizi çıxarıq. Bizdə də Azərbaycan Respublikasının ən alçaq nöqtə məhz Xəzər dənizinin sahilləridir. Bu da -27 metr təşkil edir və 4466-dan biz əgər 27 çıxsaq, bu da mənfi ədəd olduğu üçün çıxma toplama, onları toplayırıq əlbəttə ki. Toplayırıq. 4490 şey nə edir? Yəni indi orada mənfi Bəli. 27 dəyişə bilər də. Yəni 28 də ola bilər, 26 da ola bilər. Ona görə tam standart rəqəm deyil də o bizdə. O baxım ki, sualda məsələn sonra sənə Təqribi verər. yəni 4400 götürürlər yəni. Bəli. Təxminən belə deyə bilərik. Sonra yan silsilənin ən yüksək zirvəsi haradır Sənan? Yan silsilənin. Aha. Yox. Odur. Şahdağ. Şah dağıdır. Bəli. Nə qədər hündürlüyü? Hündürlüyü yalan deyərək. Yalan deyərsən. Və doğruyu kim deyər? 4243 metr müəllim. 4243 metr bəli mütləq hündürlüyə malikdir Şahdağ. Şahdağ zirvə deyəndə Böyük Qafqaz, silsilə deyəndə Kiçik Qafqaza bax. Kiçik Qafqaza baxırıq. Bəli. Yan silsilədə bundan başqa ikinci yüksək zirvə hansı zirvə idi? Ondaq. Bəli. Xeyr. Yarıdağ 4100 Yarıdağ, bəli. 4116. metrdir. Tufandağ Böyük Qafqazın, Baş Qafqazındır. Orada Baş Qafqazda indi onlar düzdür, düşəsi bir şey deyil. Düşsə nə rahat olan bir şeydir o heç. Tufandağdır. İkinci ən düz zirvəmiz hansıdır Azərbaycanda? 4301 zəfər, 4301 zəfər. 4301 zəfər zirvəsidir. Qafqazdan əvvəl o qədər Böyük Qafqazın 4000-dən yuxarı zirvələri var. Demək Tufandağ, Zəfər zirvəsi, nə bilim Bazaryurt, Raqdan, Çingiz Mustafayevdir, Quton dağdır.
Bəli. Məlikmud dağı var, nə bilim Ahvay dağı var. Bunların hamısı yerləşir harda? Böyük Qafqazda, Baş Qafqaz silsiləsinin üzərində yerləşən əsas zirvələrdir də, yəni ki. Düzdür, o rəqəm standart gəlib qarşımıza düşməz. Onlar düşən nə sual verər məsəl üçün qəbulda bizə? Belə bir sual bax, hardasa baxırdım ona, qəbulların birində var deyəsən, səhv etmirəmsə. Məsəl üçün verərsən həkim deyər Camış dağından nə bilim Tufan dağının arasındakı atmosfer təzyiqi fərqi nə qədərdir? Belə bir Mən sual. bu gün işləmişəm Hə, onu. bugünkü suallar qəbulların 2023-cün qəbulunun birində var deyəsən. Hə, yəni o tip bir 2020. sual düşə bilər də. Yəni kim düşsə o düşər. Yoxsa sənə durub uşaq sualda artıq deməz ki, zirvələrin hündürlüklərindən artan sıraya düz, azalan sıraya düz belə bir sual düşəsi deyil. Düşsə belə tapmağımız mümkün olacaq bir şeydir. Yəni hamısını əzbər bilməsək də biz onun müəyyən qədərini əzbər bilib onun içərisindən çıxış edib onsuz da tapmağımız mümkün olacaq bir şeydir. Sualları cavablarla oynayırlar həmişə. Cavablarla baxın suallara. Artıq evdə test yazmırsınız, qəbuldasınız. Cavablara mütləq şəkildə işləyin. Cavabların üzərində işləyin sualları həmişə. Aha, bu belə. İndi burada Tufan dağ 4191, Raqdan 40-20, 40-63 Çingiz Mustafayev, Yarı dağ 41-26, nə bilim 3648 Quton dağ. Bax, buradan toxunaq bir dənə şeyə. Quton dağdan hansı çay başlayırdı? Evet. Mən bir dəqiqə Samur. Samur çayı. Samur çayı başlayırdı. 216 kilometr uzunluğu vardı Samur çayının və bunun 3600 metr yüksəkliyindən nə edirdi? Başlayırdı. Rusiyanın Dağıstan ərazisindən gəlirdi. Deyirsən Azərbaycana daxil olurdu. Yəni düşə bilər. Məsəl üçün buradan Samur çayından situasiya düşə bilər. Samur çayından ümumiyyətlə sual düşə bilər. Yəni diqqətli olaq bu hissəsinə. Sonra Dübrar silsiləsi vardı. Bu istifadə olunur. Nə qədərdir yüksəkliyi? 2205 metr. Bəli, 22.05. Bir də Baba dağı vardı bizə lazım olan. 3600. 3629. 29. Baba dağa bizə bir çox fikirlər verdik burada biz. Bura qədər Böyük Qafqaz dağları nə olmuşdu? Kəskin parçalanıb. Kəskin parçalanmışdı. Bir də burada nə vardı biz keçirdik Azərbaycan landşaftında? Dağçam nə deyirsən? Subnival, nival. Yox. Meşə Yox, mən landşaftının Dağçam, ən dağ, yuxarı hə. ən yuxarı sərhəddi bizə burada müşahidə olunurdu. 2500-ə qədər meşə qalxa bilirdi bu ərazilərdə. Meşənin ən Ay, yuxarı yayıldığı ərazi Baba dağ ərazisindədir. Bunu görə bilirik orada. İstisna halı idi. Sonra gəldik Xəzərin altına daxil oldu. Başqa Böyük Qafqaz dağları getdi, çıxdı hansı ölkənin sahilinə? Türkmənistanla. Türkmənistan sahilinə. Sualdır, gələr qarışıq tipli suallar, situasiya məsəl üçün verə bilər. Bax buradan çıxartmaq olar situasiya ki, hə, Böyük Qafqaz dağı bu ölkənin sahilinə məsəl üçün Baş Qafqaz dağı, Böyük Qafqaz dağlarındakı bu ölkənin sahilinə qədər uzanır. Hə, buradan bir sual çıxarır. Çünki o Mərkəzi Asiya ölkələrinə həmişə çox toxunurlar suallarda da. Hə, ona görə oradan sual o tipdə gələ bilər ki, yəni yenə hafizəmizdə qalsın ki, hə, Böyük Qafqaz dağları gəldi, sualtı tren hara Türkmənistanın sahilinə. Burada Türkmənistanda hansı faydalı qazıntı var idi bizə lazım olan əsas dedik. Qulağa ver duzu məndə. Qulabur duz var idi. Bəli, bax bu da yadımızda qalsın ki, duz var orada. Xəzərin sahilində yerləşir. Nə bilim körfəz var, bizim ora dəniz limanımız var. Sonra gəmi bərə xəttimiz var. Orada neft, qaz var. Bunlar məsəl üçün Türkmənistan üçün keçərli olan Qızılqum səhrası düşür də ora. Qızılqum, Qaraqum səhrasının bir hissəsi düşür ora. Sonra Turanov bağlının bir hissəsi ora düşür. Yəni bax bu vacib şeylərdir ki, bunlar suallarda açar məqamdır bizim üçün. Bunlara diqqətli olmaq lazımdır. Məsələn, dostluq elə Türkmənistanla bizim ortaq Maalesef neft yerinə Türkmenistan'la alır. bəli dostluq qaz yatağı da var ki, şərikini çıxardırdı oradan qazı. Sonra Böyük Qafqazdan gəldik. Böyük Qafqazın yüksək dağlıq hissələrində biz hansı dövrün çöküntülərini görürük? Yura müəllim. Yura. Orta dağlıq hissələrdə Təbaşiri. Təbaşir dövrünü görürük. Qusar maya düzənliyində burada heç Neogen dedik. Qobustan Abşeron Bəli. ərazisində biz hansı dövrün çöküntülərini görəcəyik burada? Neogen. Neogen, Bəli. Paleogen və Paleogen. Mezon. Bayaq üçünü də şeylərdir, antropogen yəni ki. Bəli. Üçündə dedik ki, bayaqlarım Kaynezoyun bütün dövrün çöküntülərini biz Abşeron arasında görmək olar. Abşeronda paleogen çöküntüləri səpinti formasında yayılıb. Cümlədir. Mənə bu coğrafi bir bilik verən şey deyil əslində, amma imtahandır. Gələr sual düşər. Elə bir cavab qoyarlar ki, gətirib bu cavabı sənə yazarlar ora ki, Abşeronda paleogen çöküntüləri səpinti formada yayılıb. Deyirsən ki, yox, axı müəllim demişdi orada bu dövrün çöküntülərinin hamısı var. Onda bu fikir səhv fikirdir. Başa düşdün? Adamı karıxdırmaq orada bir saniyəlik bir şeydir yəni. Yenə yadımızda qalsın ki, səpinti formasında
Paleogen dövrünün çöküntülərini burada görmək nədir? Mümkündür deyəcəksiniz. Sonra gəldik Kür çökməsi ərazisinə. Kür çökməsi ərazisində silsilə tanıyırıqmı? Bəli, mən Silsilə. tanıyırıq. Bəli. Mən Falan tökən silsiləsi var məsələn. Qoçaqyan, Sonra Bozdağ, Xocaşəndir, bəli, Daşüz, Bozdağdır. Daşüz Tavan silsiləsi. Daşüz. Ay sağ. Palantökən silsiləsi, Palantökən, Bozdağ, Xocaşən silsiləsi, Daşüz silsiləsi yerləşir. Daşüz ilə Xocaşən arasında hansı düzənliyimiz yerləşir? Acınoxur Daşüz, düzü. Acınoxur düzü yerləşir. Acınoxur düzü ərazisində hansı dövrün çöküntüləri var? Neogen. Acınoxur düzü hansı fiziki coğrafi rayonda yerləşir? hansı? Acınoxur Mən düzü. Beynəlxalq Bəli, Ceyrançı Acınoxurda yerləşir. Xarici ölkənin sərhəddi varmı? Bəli, Var. Gürcüstanla. Gürcüstanla sərhəddi var. Düşür. Sual gəlir buradan. Arid dendasyonluq varmı burada? Bəli, var mənim. Suvarma əkinçiliyi varmı? Var mı? var. Var. Qış otlağı. Amma burada məsəl üçün biz dimin testində bura suvarma, bura əkinçilik ümumiyyətlə Bəli. götürmürük ha. Çünki bura arid Bəli. dendasyondur deyə. Amma əslində suvarma əkinçiliyi var, amma biz bura arid dendasyonu deyə götürmürük. Bəli, qış otlağı bura hesablanır. Çünki burada biz əkinçilik yox, qış otlağı kimi daha çox istifadə olunur deyəcəksən. Sonra Kürün və Arazın sağ sahilində yerləşən düzənliyimiz. Kürün də mil mənim. Mil düzü. Muğan, Eee, Muğan düzü, Sağ mil düzü yox. demək Muğan, Muğan düzü, mil düzü nə idi? Muğan düzü yerləşir. Həm Kürün, həm də Arazın sağ sahilinə düşür. Yəni Muğan düzü burada yerləşir, həm Kürün, həm də Arazın sağ sahilinə düşür. Muğan düzü hansı ovallığımızda yerləşir? Kür Kür arası. Kür ovalığında yerləşən düzənliyimizdir. Muğan düzünün ərazisi dəniz səviyyəsindən Aşağıda. aşağıda yaşayır. Muğan düzü ərazisində belə deyək ki, Xəzərə birbaşa çıxışı var. Xeyr mənim. Deyil, yoxdur. Xəzərə Birbaşa çıxışı yox. yoxdur. Birbaşa Tamam. Səryan və ya Cənub-Şərqi Şirvan düzü bunun qarşısında yerləşəcəkdir. Kürün sağında, Arazın solunda yerləşən düzənliyimiz Mil. Mil düzü. Mil düzündə yerləşən axmaz mənşəli göllərimiz hansılardır? Sarı su, Sarısı. Sarısı gölü Ağgöldəki bir düşürdü. Ağgöldə bir düz əraziyə düşəcəkdir. Sarısı və Ağgöl burada yerləşir. Sonra bir il qəbula düşmüşdü. Yəni Sarısı gölünü uşaqlar çoxsu götürüb açıq sualdaydı. Axırıncı ilin qəbulundaydı. Buyur Əli. Biz mənim bir dənə söz soruşum. Müasir qədim deltaları milə demişdik yoxsa muğana? Muğan düzündə var idi. Müasir və qədim Hə, delta. onu soruşum. Ha. Deməli burada nədir, Mil düz ərazisində Sarısı gölünün yerləşməyə düşmüşdü. Uşaqlar mən onu çarxıb Muğan düzünə yazmışlar. Diqqətli olaq ki, burada Sarısı gölü Mil düz ərazisində yerləşir deyəcəksiniz. Sonra Kürd çayının sol sahilində yerləşən Azərbaycanın ən böyük düzənliyi Şirvan düzü, Şirvan düzü, bəli. Şirvan düzü Azərbaycanın ən çox ən çox Suvarlan. suvarılan düzüdür. Hansı kanalla suvarılır burada? Yuxarı Baş Şirvan. Yuxarı Baş Şirvan. Baş Şirvan kollektordur, onun suvarması yoxdur. Bəli, yuxarı Şirvan kanalı ilə suvarılır və çaylar da həmçinin suvarmada istifadə olunacaqdır burada. Sonra belə deyək ki, daxilində heç bir çay formalaşmayan Kürün sol sahilində yerləşən düzənliyimiz. Daxilində heç bir əməlli də deyil. Çay formalaşmır. Daxilində heç bir sağ. Kürün də solunda yerləşir. Hə. Biraz qəribə sual oldu. Cəyən incə həlami. Kürün Kürün solunda. 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 Mənim Ceyran çöl, Acınoxur. Ceyrançıl Acınoxur deyərsən, orada bir dənə o qabırlı çay gəlir. Ona görə oranı mən Gəncə Qazana. demədim. Orada mən Ceyran çöldə formalaşır ki, çay. Yoxdur, Ceyrançıl da demək olar. Kim bir dənə qanıq çay oradan içəri girir elə belə də. Amma orada demək olar ki, çay formalaşmır daxilində. Bir də ki, Cənub-Şərqi Şirvan düzü əsas məsələ. Cənub-Şərqi Şirvan düzündə daxilində çay formalaşmır. Cənub-Şərqi Şirvan düzü. Orada palçıq vulkanı var, neft, qaz var. Burada Xəzərdən sahilində deyə Abraziya var. Burada allüviallıq yoxdur. Gətirmə konus yoxdur. Yoxdur. Sonra əhali zəif məskunlaşır. Bəli, əhali zəif Bəli. məskunlaşır burada. Bax, məsəl üçün Muğan düzündə gətirmə konus varmı? Muğan düzündə Yoxdur. gətirir. Yoxdur. Yoxdur. Xeyr. Nil düzündə varmı? Orada da yox. Xeyr mənim. Mən var, müəllim var.
Yoxdur. Qarabağ. Səryan düzü, Cənub Şərqi Şirvandır, Mirdir, Muğan düzlərində gətirmə konusu yoxdur. Gətirmə konusu dağın ətək hissəsində olur ha. Çayın Bəli. dağdan üzərə çıxdığı sıralar. Bu ərazilərdə allüvial çöküntü var. Başa düşdük? Bu ərazilər allüvial mənşəli çöküntülər. Yəni burada gətirmə konusunun varlığından biz nədir? Danışmayacağıq. Sonra Qarabağ düzü Kiraz ovalına daxildir yoxsa yox? Xeyr, mənim daxil deyil. Bir hissəsi daxildir. Bir hissəsi daxildir Qarabağ düzünün. Sonra Şirvan düzü Niyə bütövlükdə Kürarazı sərhədi haradır ki? Kürarazı Şuarazın sərhədi sərhəddə bax haradır? elə Qarabağdır. Bu deyim sualımı verim sonra deyərəm. Şirvan düzü Allah. bütövlükdə dəniz səviyyəsindən aşağıda yerləşir. Xeyr, mənim bir səs yuxarıda yerləşir. Bax həmin o bir hissəsi olan var, aşağı olan hissələr var ha. Onların hamısı Küraz ovalında yerləşən hissələrdir. Ha, Cənub aynen. Şərqi Şirvandır, Səryandır, nə bilim, Mirdir, Muğandır, Qarabağın və Şirvanın bir hissəsindədir. Kiraz ovalında yerləşən düzənliklərimiz sırasındadır deyəcəksən. Sonra oradan deyək. Bizə nə lazımdır? Bildiyimiz şey lazım deyil, bilmədiyimiz küşdə budaqda qalanlar lazımdır. Bu Kür tektonik çökməsində belə bir sual, qəşəng bir sual verim sizə. Kür tektonik çökməsində yalnız 4-cü dövrün çökmə süxurları yayılmışdır. Səhvdir mənim. Nəyə görə səhvdir ki? Bir də deməliyim. Kür tektonik çökməsi zonasında yalnız 4-cü dövrün çökmə süxurları yayılmışdır. Düzdür müəllim. Yalnız sözü biraz. Çünki mən Türkiyə Acunolu Ceyransoy bura daxildir və Acunolu Ceyransoyda şey var, Neogen var. Ay O da sağ ol. var. Görürsən, bax getdi. Bir sual yandırdın. Düzdür hələ. Burada Acunho Ceyrançöl düzənliyi var deyə biz bura yalnız 4-cü dövrün çökmə süxurları deyə bilmərik. Çünki burada Neogen dövründə çöküntülər nədir? Yayılmışdır deyə bilərsən bu ərazilərdə. Hətta Bozdağ silsiləsi ərazisində nədir? Neogen dövrünün çöküntülərini görməyimiz Neogen var. mümkün haldır deyəcək. Sonra ya Qarayazı düzü Kürün sağında, solunda yerləşir. Məncə onu mən hər iki sahildə demişəm. Hər ikisində də yerləşdirəm. Amma o Kürün o gün mən ona baxdım, araşdırdım biraz da. O Kürün yalnız solunda yerləşir. Bax yadınızda qalsın bu. Qarayazı düzü yalnız solunda yerləşəcək ha. O vermirlər yəni digər tərəfə, sağ tərəfinə vermirlər. Yalnız solunda yerləşir ha. Sonra Xunan düzü hansı inzibati rayonumuzda yerləşir? Tovuzdan əldə. Bu rayon ərazisində hansı dövrün çöküntüləri var idi? Paleozoy. Paleozoy müəllim, paleozoy. Bəli, Paleozoy dövrünün, alt Paleozoy dövrünün çöküntüləri nə idi? Burada yayılmışdı deyəcəksiniz. Gəncə, Qazax, Qarabağ düzünə aid nə var? Gətirmə konusu varmı burada? Var. Bəli müəllim. Gətirmə konusu da burada geniş. Ümumiyyətlə, Qanı-Xəriçay, Gəncə, Qazax, Qarabağ düzlərində, Lənkəran və Samur Dəvəti ərazisində xüsusən gətirmə konusular geniş yayılmışdır deyə bilərsiniz. Sonra nə deyim burada mən sizə lazım olan. Gəldik Kiçik Qafqaza keçək. Kiçik Qafqaz belə bir sual verim. Tektonik zonasının ən yüksək zirvəsi. Şah. Qafqaz Qapıcıq müəllim. Qapıcıq. Qapıcıq 3904 metr. 901. Kiçik Dörd Qafqaz dərəcə. fiziki coğrafi vilayətinin ən yüksək nöqtəsi. Camışdağdır bu müəllim. 3700 Yanlış lira. qaldır. Bəli, 3720-dir. Çünki orada artıq Naxçıvanı biz götürmürük deyə vilayət deyəndə Naxçıvan daxil deyil. Yarım səhra iqlimi var burada. Kiçik Qafqazda. Bəli. Bəli müəllim var. Var. Yarım səhra landşaftı. Xeyr o yox. O yox. Çöl. İqlim var, amma landşaftını biz buraya götürmürük. Landşaft yoxdur burada. Bəli. Sonra gəldik. Kiçik Qafqazda yerləşən silsilələrimiz var idi. Bunlar bizə çox lazımdır. Burada yerləşir hansı silsilə? Şahdağ silsiləsi. Şahdağ silsiləsi. Ən yüksək zirvəsi Şahdağın ən yüksək zirvəsi. Bir dəqiqə mənim Şahdağ silsiləsi. bir də primitiv Hinalda. Hinalda Qoca mı? Hinalda. Qoca Qoca dağ. dağ. Qoca dağ. Ay. Qoca qartal nə gəlmişəm bu dağlarda, dağlarda. Qoca dağ. Nə qədərdir hündürlüyü? 3318. Bəli, 3318. Əli, hündürlüklərə get bax yana, bilmirsən. Murov dağ. Murov dağınki 3724-də mənim Camışdağ bunun üstündədir. 3724. Burada Ömər aşırımı vardı. Onun hündürlüyü nə qədər idi? 3361. 3261 metr. Sonra burada bu pavarotda bir sərt pavarotda
Şərqi Göyçə silsiləsi. Şəhər göçə. Bunda bir Göyçə. qəşəng zirvəsi var idi. Elə Kəti qəşəng. Dağı Orada 3399 metr. 3399 metr bəli, Kətədə. Buradan belə üzü aşağı düşürdük. Şapbaşarab nə gəlirdi? Qarabağ Vulkan Tərəsi. Qarabağ Vulkan Yayılası. Ən yüksək zirvəsi Göyçin olar. Qaradağ Göyçü 3616. 2725. boy. Yəni 3616 Dəli Dağ. 1616 Dəli Dağ. Əli Yəni zirvələr. babam orada da. Deməli. Dekabrın Bəli, 1-də. vulkan varsa orada dəlilik var da, elə bir ki, dəli dolu dağlar var orada. Hətta belə bir sual şey də var idi. İki dünən işlədiyimiz qəbulların birində 2023-ün qəbulunda, birinci qəbulunda Tərtər çayın başladığı fiziki coğrafi rayon ərazisi deyilən yüksək zirvəsi Dəli Dağıdır. Belə bir şey var idi. Dəli Dağ orada 3616 metr. Yəni bunlar sırf gəlib sizə sual kimi düşəcək bir şey deyil. Amma sizin üçün açar məqamlardır. Hardasa hansısa sualını tapmağa sizə kömək olacaq şeylərdir bunlar. Onu da bilmək lazımdır. 3616 metr Dəli Dağ. Qarabağ silsiləsi 1725. Bəli, böyük 2725 400. 2725. Bəs kiçik kirs nə qədər idi? 2346. 200. 2346. Buna uyğun bir dənə aşırım var idi. Bir sənə yaşamaq. Sənə yaxşı. 2346. 2346 bəli, Zəngəzur silsiləsində Bəli. yerləşirdi. Kiçik Qafqazda yerləşib Ermənistana sərhəddə düşməyən silsilələr hansılardır? Əsas silsilədən gedir söhbət. Murov Dağ silsiləsi, Qarabağ Qarabağ silsiləsi. silsiləsi. Sağ ol. Ermənistan sərhəddə, yəni xarici ölkələrlə sərhəddə düşmür bu iki silsiləmiz. Sonra gəldik, burada bizim bir dənə yaylamız var idi. Yaz yaylası. Yaz Bakı Yaz rayonu. yaylası hansı rayona düşürdü? Bakıda. Bakı Hansı rayonu. çayların arasında yerləşirdi? Bərgüşatla Əşkənd. Bərgüşat. Qays. Ya Allah. Sağ Həkəri və olun. Bərgüşat çayı. Sağ olun. Həkəri və Bərgüşat çayları arasında yerləşir. Bərgüşat çayının adı nə idi? Başqa adı da var idi. Bazarı çay. Bazar çayı. Burada bir dənə bizim gözəl Göyçək Nur topu kimi silsiləmiz var idi. Zəngəzur. Zəngəzur silsiləsi. Burada isə Dərələyəs. bunun zirvəsi var idi. Yeməli bir zirvə idi. Şüküdağ 3120. Şükrü Dağ Bəli, 3120. 3120 metr olsa yerdik, yaşımızdan qırıldıq, batdıq. Bəs burada isə Qapıcıq zirvəsi məşhur 3900. 3904. Belə bir sual verim sizə. Biraz da gedək dərinlərə. Böyük Qafqazda buzlaq mənşəli reformaları var. Bəli, var. Var müəllim. Kiçik Qafqazda buzlaq mənşəli reformaları var. 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 Yan silsilədə buzlaq mənşəli reformaları var. Var müəllim. Var. Bəli, mən var. Zəngəzur silsiləsində buzlaq mənşəli reformaları var. Kiçik hissəsi olsa Bəli, var. bəli. Var, Baş mən var. Qafqaz silsiləsində buzlaq mənşəli reformaları var. Var müəllim var. Qarabağ Bəli, vulkanik mən var. yaylasında, Murov dağda buzlaq mənşəli reformaları var. Murovda var, amma Qarabağ Vulkan Tərəsində mən deyə bilməyim. Şahdağ, Qarabağ vulkanik yaylası, Şərqi Göyçə, Murov hamısında buzlaq mənşəli reformaları var. Kiçik Qafqazda buzlaq mənşəli reforması var. Buzlaq varmı? O sualdır bax artıq. Diqqətli olun Bəli. burada. Məsəl üçün buzlaqlar varmı? Qapıcıqda var buzlaq bizə Kiçik Qafqazda ancaq. Bəli. Qar xəttini o görə bilir bizdə. Murov falan qar xəttini görmür. Amma buzlaq mənşəli forması olacaqdır, vardır. Niyə görə var? Bilirsiniz uşaqlar? Çünki günü-gündən, yəni məsəl üçün getdikcə bu qlobal istiləşmə gedir axı. Yəni vaxtilə bu ərazilərdə də ki, nə olub? Qar xəttində yerləşib. Yəni bu hava istiləşib, məsəl üçün bu gün deyək ki, iqlim dəyişib olub bu. Bunun bir kiçik bir təsiridir, mən dediyim təsirdə, yəni ki, yəni vaxtda orada da buzlaqlar olub və yaxud da ki, böyük bir təsirini deyim sizə. Qışda qar yağır, eləmi? Burada məsəl üçün Bəli. o dağın Murov, acı mən deyim Gədəbəyin özündə sən 5 ay qış görürsən. İndi düşünsək ki, Gədəbəy bizim məsəl üçün tərəflər ortalama 1500 metr, 1600, 1700 metr yüksəklikdə yaşayan ərazidə. Sən 1600-1700 metr yüksəklikdə 5 ay qış görürsən. Deməli sən 3000 metr yüksəklikdə ən azı bir 7 ay, 8 ay yaxın qış görə bilərsən də, yəni qar görə bilərsən. Yəni 7-8 ay burada qar varsa əgər, 1-2 ay ərzində əriyən qarın təsirindən burada hər hansı bir relief forması əmələ gələ bilərmi? Təbii ki də gələ bilər. Və bu səbəbdən də biz o dağlara da ki, nədir? Buzlaq mənşəli relief formasının var olmasını deyə bilərik. Bu düzgün fikir. Amma buzlaq var, qar xətti var. Bunu artıq ora demirik. Bir dənə qapıcığa deyir. Ya, diqqətli olaq burada.
Sonra gəldik buradan nə lazımdır bizə? Aha. Tərtər çayın dərəsi boyunca qalxdıq yuxarıya doğru. Yox, benim. Murov dağdan gəlirəm Qarabağ vulkanik yaylasına. Suxurların yayılma ardıcılığı necə olar? Mən burada elə fikirəm, inversiya olacaq. Sevgiməm. Təbaşir Yura 4-cü dövr gələcək. Təbaşir Yura 4-cü dövr gedir onsuz da. Amma burada bir dənə Qarabağa qalxanda bir dənə inversiyamız var ki, Yura Təbaşir gedirdi. Hə. Əslində belədir məsələ. Təbaşir gəlir, üstə Yura gəlir, üstə yenidən Təbaşir gəlir, üstə yenidən Yura gəlmək başlayır. Elə ki, o qarışıqda artıq orada. Amma orada bir dənə qayda pozulması var ki, burada Təbaşir Yuranın üstə keçə bilir yəni ki. Bəli, yekun nöqtəmiz nə olmalıdır? 4-cü dövrün çöküntüləri, vulkanik çöküntüləri olmalı. Bütün dağlarımızda yuxarı doğru qalxdıqca suxurların yaşı azalır. Talış dağlarında yox. İnversiya var daşlarında. Yox, mən sual O etdim. temperatur və Bütün landşaft inversiyasıdır. qulaq asaq, sual mən səhv dedim. Bütün dağlıq ərazilərimizdə yuxarı doğru qalxdıqca suxurların yaşı artır. Sual belə olmalı. Buranın yaşı artır. Yəni bir dənə burada, yo, əslində azalmalıdır. Bir dənə Qarabağ vulkanik yaylasında artma baş verir. Əksinə, bütün hamısında artır. Bir dənə Qarabağ yaylasında nə olur? Azalır. O Qarabağ zaman yaylasında bizə Azalır. mezozoy üzərisində kaynozoy gəlir. Yaş cavanlaşdı fikir verdik. Amma digər bütün dağlarımızda Bəli. nədir? Daimi artıma doğru gedir. Suxurların yaşı artır. Yuxarı qalxdıqda qədim gəlir, daha qədim gəlir yuxarıda. Ətək 4-cü dövrdür. Zirvəsində mezozoydur. Orta qırışıqlıq mərhələsinin suxurları var yəni ki. Sonra buradan da belə hərəkin gedək, görək nə var. Araz cavan çök, yox. Kiçik Qafqazdan demədiyimiz nə qaldı? 3 dənə düzənliyimiz qaldı Naxçıvandan. Hansı düzənliklərdir? Gürcüstan Naxçıvan. yayçı ordu. Gülüstan, Yayçı, Ordubad düzənlikləri. Bir də 3 dənə silsilə qaldı Talışdan. Deməm, bura var, Peştəsər, bura var, bir də Talış dağları. Talış dağları. Burada hansı silsilə xarici ölkələrin sərhəddə düşür? Talış, Talış dağlarla paralel istiqamətdə uzanan silsiləmiz hansıdır? Peşləsər. Yox. Peştəsər, bura var. Dizdoni silsiləsi var. Bir 1500 metrlə hündürlüyü var oranda. Çox elə 1500 nə qədər isə yadımdan çıxdı. Elə olmadı yoxsa. Burada var. 1506. Yəni yüksək zirvəsi Dizdoni dağıdır. Bax buradan belə Mən Peşləsər zat bunlara belə getmir paralel yoxsa bax Hə? Provar. Provar belə Peşləsər. Mən Peşləsər də paraleldir də. Əslində burada hamısı içəridən paralel istiqamətdə gedirlər də. Biri peşləsər biraz buradan içəri belə gedir. Yoxsa peşləsərlə bura var biləsən də. Yəni bu sənin sual düşəsi deyil, buradakı paralel gedən silsilə. Sadəcə mən sənə dizdoni bildirmək üçün deyirəm ki, paralel istiqamətdə gedən silsilədə, yəni ki, bu sənin sual düşəsi deyil ki. Hə, bu beləncə, bu beləncə. Sonra gəldik burada. Araz boyu ərazidə yerləşən 4 dənə düzənliyimiz qərbdən şərqə. Araz boyunca Kədərək. qərbdən şərqə Gəyən, Hərami incə, Gəyən incə Hərami. Şeydə deyirəm, Araz cavan çökməsində Naxçıvanı. Hə, Sədərək. Araz, Siz baş Böyük. getmir, mənim başım gedib. Araz boyu sən düz deyirsən. Naxçıvan. Araz boyu sən fiziki coğrafi rayon kimi yanaşırsan. Ona görə ora getdi sənin fikrin. Mən səhv dedim. Aha, Sədərək, Şərur, Gülüstan, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan. Naxçıvan, Böyükdüz. Naxçıvan. Bunlar yerləşir. Bəli, Araz boyu ərazidə isə yəni ki, aşağı Araz boyu gedir bura. Hansılardır? Hərami incə. Gəncə, Gəncə. Hərami əraziləri nədir? Gedir. O Orta Araz boyu ərazisində gedəcəkdir. Digər Bəli. düzənliklər. Sonra buradan başqa nə qaldıq? Buradan başqa nə qaldıq? Hə, biraz da suxurlara girişək. Girişək. Azərbaycanın suxurlarına girişək. Yaxşı, bəlkə 2 dəqiqə fasilə verək. Onsuz da Zoom-da vaxtı bitir. Məncə deyim.